Saliton mağazalar şəbəkəsinin baş sponsorluğu ilə İmtina serialının 14. bölümü başladı. Həkimlə danışdım, dedi qorxulu heç nə yoxdur. Sən onu çalışacağım, evə aparım. Sən? Gəl çıxaq bayıra birdən işlər. Sən gecəni qalırsan burada. Oldu. Amma burada bir məsələ var, diqqətli olun. Ürəyimə damıb ki, o oğlan gecə mütləq bura gələcək. Sən palatada çox olma, çalış elə dəhlizdə gəziş. O səni tanımır axı. Heç mən də onu tanımıram. İndi deyirəm də, uca boy oğlandı, qara buğdayı, bığı var, yaraşıqlı göyçək oğlandı. O tipdə kimsə gəlsə, özünü etinasız apar. Palatanın qapısından da aralıda dayan. Gördün ki, içəri girdi, telefonu hazırla. Çıxan kimi şəklini çək. Vəssalam, başqa heç nə lazım deyil. Başa düşdün? Bəli. Ay, sağ ol. İndi get içəri, qızın yanında ol. Mən də görüm sən onardadır. Belki evə gedək. Səhərdən gərgin günü yaşamısan. Gəldin həkimlə də danışdın. Şükürlər olsun, hər şey yaxşıdır. Gedək evə, bir tikə yemək ye, bir yarım saat, bir saat dincə. İstəsən axşam yenə də gələrik. Humayun telefonu ana. Yaxşı ki, indi işimizi səhərdən əsəbisən, bir cəsarət tapıb səndən söhbət edə bilmirəm. Bəlkə bir balaca söhbət edək. Narahat olma, Humayun telefonu məndədir. Buyur. Deməli, səhər Adəm müəllimin otağına getdim. Laçının şəxsiyyət vəsiqəsi lazım idi, işlə bağlı. Adəm müəllim dedi ki, Laçın bizlə işləmir, mebel mağazası götürüb. Qatiyə mebel salonu, sən də tanıyırsan, biz orada olmuşuq. Söylə, təsadüfən yolum oradan düşdü. Dedim, keçin bir göz aydınlığı verim, təbrik edeyim. Laçın məni görən kimi diksindi. Sözün düzü ilə mənim özümə də qəribə gəldi, amma üzə vurmadım. Nəysə elə mən bunu təbrik edirəm, göz aydınlığı verirəm. O isə hər kəlməsində məndən soruşur. Xeyir ola, niyə gəlmirsən, nə vaxt gedirsən? Elə o zaman Humayundan zəng gəldi. Telefonu açdım ki, bir xanımdır. Deyib ki, telefon sahibini maşın vurub, bəs mən də telefonu yerdən götürüb sizə zəng edirəm. Soruşdum, hadisə harda baş verib, necə baş verib. Ünvanı mənə deyəndə gördüm ki, o. Qatiyə salonundan 2 döngü o yana. Fikrim qarışdı, özümü itirdim. Bir də baxdım ki, Laçın məndən betər gündədir, tir-tir əsir. Sözün düzü yenə də fikir vermədim. İnan mənə ki, necə maşına tərəf qaçmışamsa,
Bir de gördüm ki o, Laçın məndən qabaq gəlib oturub maşında, yanımda. Ünvanı bilmir, ünvanı mənə deyiblər telefonda. Ünvanı bilsəydi, məndən qabaq qaçardı. Gəldi, çatdıq həmin yerə ki, heç kim yoxdur. Təcili yardımda Humayı götürüb aparıb. Bir tek mənə zəng eləyən qadın qalmışdı. Bu da telefonu mənə təhvil verdi, getdi. İnan mənə, necə maşına qaçmışam. Heç Laçın yadımda deyil ha. Harda qaldı, necə oldu, xəbərim yoxdur. Necə maşını başı alovlu sürmüşəm, necə gəlmişəm. Birbaşa qaçdım, həkimlərdən də maraqlandım ki, Humay necədir? Bircə onu dedilər ki, sağ-salamatdır, hər şey qaydasındadır. Sakitləşdim. Elə belə Humayın telefonuna əlimi atdım, baxım. Bax, onda şok yaşadım. Baxdım ki, Laçın Humaya məkan atıb. Sən demə, Humay mebel mağazasına gedirmiş. Laçının yanına. Neçə dəfələrlə də danışıblar. Zəngilərin siyahısı da var. Sən nə demək istəyirsən? Mən elə nə demək istədiyimi dedim. Yox, sən gördüklərini danışdın. Öz fikrin nədir? Sən bu danışıqlarından nə demək istəyirsən? Ha? Niyə sustun? Sən mənim yoldaşımın namusuna, şübhə ilə yanaşırsan. Mən elə demədim. Bəs nə demək istəyirsən? Neçə dəfə soruşdum, cavab vermədin. Bir də soruşuram, nə demək istəyirsən? Sənə qurban. Telefonu qoy bura. Mən sənə neçə dəfə deyirəm, görürəm sən bir qulağından alıb, o biri qulağından buraxırsan. Bırağa! Bitir gözüm qabağına. Akşam gəlib evdə danışarıq. Sözüm var. Akşam danışarıq.
Umay necədir? Özünü necə hiss edir Umay? Salamaçılıqdır? Hər şəmsi narahat olma. Salamatçılıqdır. Səni fikirli gördüm, ürəyim ağzıma gəldi. Dedim birdən uşağa nəsə olar. Yox, narahat olma. Umay yaxşıdır. Sən get ona dəy. Leyla evdədir də. Hə, otağındadır. Yaxşı, mən getdim, sağ ol. İşin soymadı qaqaş. Yaxşı iş görmədin qaqaş. Güya Şəmsi düz eləyir, ananın şəklini çəkib ataya göndərir. Bəs ona ayıb deyil. Düz demirəm? Bilmirəm ki, başım işləmir. Əslində qalsa, səhvin ən böyüyünü mən eləmişim. İçim yeyir, vicdan azabı çəkirəm. Eybi yox, anadır da. O da səni başa düşür. Keçib gedər. İş mən onu demirəm, mən ayrı günah eləmişim. Nə olub ki? Elə pis vəziyyətdəyim ki, bildim ki, kiməsə deməsəm ürəyim partlayacaq. Nə olub axı? Bugün işlərim ağlıma qalib.
Ha, xoş gördük Elza xanım, xoş gördük. Xoş günün olsun Həmid müəllim. Xoş gördük sizi də. Bağışlayın, Huma evdə yoxdur. Sən heç fikir vermirsən, görmürsən ki, mən nə vəziyyətdəyəm. Heç səni təbrik eləməyə halım da yoxdur. Qorxutmayın da məni. Nəsə olur? Yox, qorxma. Qorxulu bir şey yoxdur. Amma yaxşı bir xəbər də deyil. Humay xəstəxanadadır. Nə olub? Dedim axı qorxmayın, qorxulu bir şey yoxdur. Düzdür, söz kimi pis səslənsə də, amma narahatçılığa dəyməz. Humay maşın vurub. Bax, dedim axı qorxmayın, qorxulu bir şey yoxdur da. İndi gəlirəm Humayın yanından, hər şey yaxşıdır, Sənan da oradadır. Hardadır, hansı xəstəxanadadır? West Hospital'da. West Hospital. Oranı mən tanıyıram. Əcəb gündür bugün. Sürprizlərlə dolu. Xahiş edirəm, özünə əl ol. Çatmışıq. İndi işin axırıdır. İşçi birazdan gedəcək. Oturaq gözləyək. O tərəfdən xəbər gəlsə birlikdə gedərik. Necədir müəllim vəziyyəti? Yaxşıdır Şəmsi, yaxşıdır. Nəsə fikirlisiz? Yoxsa nəsə var mənə demirsiniz? Yox, Humay yaxşıdır, şükür yaxşıdır. Həkimlə də danışdım. Dedi, qorxulu heç nə yoxdur. Tək elə olsun. Müəllim, amma gözümə nəsə bir təhər dəyirsiniz. Yorğunsunuz? Yox, yorğun deyiləm. Fikirli olmağımın səbəbini də sənə deyim. Nə yaxşı ki, bu söhbəti açıb dedim mənə. Adəmin Humayın əmsi olmaq söhbətini deyirəm. İndi mən də sənə bir söz deyim, amma diksinmə. Təsəvvür edirsən Şəmsi. Mən bunu bilirdim.
Nə axmaq adamım mən. Nə şərəfsiz iş tutdum. Ay Allah, çək mənim günahımdan. Sən də ki, mağımın sanki mağımın. Bir qabağına qoyub ağzına gələni demirsən ki, ürəyim sakitləşsin. Nə deyəcəm ey qardaş? Zəng eləsin ki. Ver mən danışım, birdən baldız olar. Deyərəm ki, mən atmışdım məkanı. Yox, olmaz. Axşamınız xeyir xanım. Burada bir maşın vuran qız yatır. Bilmişsiniz palatadadır. Siz kimsiz ki? Atasıyam. Bəs axı Umay xanım deyirdi ki, atan... Çıxmışam, elə bu gün buraxıblar. Gəlişim... Siz Umayardan tanıyırsınız. Mən Umay xanım gildə qulluqçu işləyirəm. Laf yaxşı. Hansı palatadadır? Elə buradır. Amma xahiş edirəm, biraz sakit olun, yatır.
Kurban olum sana ay kızım. Niye atanı böyle karşıladın? Gelip balamla görüşmeye min cür hayalını eləmişdim. Bu ne hediyyət elədin mənə? Mən səni bu vəziyyətdə niyə görməliyəm? Niyə mənim gözlərim kör olmur? Gözümün nuru ömrümün yaraşığı, yüreğimin parçası. Ne olur gözlerini aç. Ata. Can kızım. Gözümün yaşı. Ömrümün yaşı. Axşama xeyr ata. Laçın elə gəlməyir. Yox, ya Laçın nə gəzir? Gəldi könlünü tapardı. Hara? Günorta gəlmişdi. Gəldi dedi ki, könlünü taparam, mənim yanımda işləyəcək. O hardan gəlib onun ağlına? Bilmirəm ayda. Mısmırığını sallayıb gəlmişdi. Eşidəndə ana razı olmadı. Üstünə qışqırdı. Yaxşı, qoy gəlsin, danışaram. Anan hanım? Mənim otağımda da uzanıb. Otur görüm. Anan Şəmsini döydürür. Hə. Qırımından görürəm ki, bu işdə sənin də barmağın var. Hə, mənə demişdi. Sonra deyirlər, niyə vurursan bunu? Ay, əcla. Mənim niyə xəbərim yoxdur? Niyə demirdin ki, bir adamın yerinə 5'ini tapardım? Elə döyərdilər ki, xəstəxanalıq olardı. Deməli, zəif döydürübsən də. Ona görə başımıza bu işi açdı.
Gec deyil ki, ayda döydürək də, hə? Qurban olum, yenə döydürək də. Elə əsəbiyəm ki, o şəmsiyə elə əsəbiyəm ki, vurub qol qabırğasını sındırsalar ürəyimdən dikan çıxar. Əclafı görəndə gözüm ini çağırıyor. Bugün də gəldi ofisdə yekə-yekə danışdı, lap məni dəli elədi. Eybi yoxdur. Payını verəcəm onun. Hayata bunu Laçına da tapşır. Onun tərəfini saxlayır. Kimə? Laçın, dostluq eləyir onunla. Allah haqqı, bugün gəlib Şəmsin davasını elədi bizlə. Deyir, Şəmsi yaxşı eləyir, mesaj yazır. Siz kimsiz ki, onu döydürürsünüz? Eybi yox. Qoy gəlsin, danışaram onunla. Çay çörək nəsə istəyirsən, ata anaya deyəm hazırlasın. Yox, zəhər zəqqum istəyirəm. Nanəcib köpəy oğlu. Ailəsini qoyub yadın tərəfini saxlayır. Xəstəxana burada hardadır? Orada binanın arxasında. Sən otur gəlirəm. Mən getməyim. Yox, tək edəcəm. Qaqaş, qurbanım, qoy mən də gəlim. Nə olar birdən sən... Birdən nə olacaqsa olsun. Sənin sinəmə sipər aparmıram ki. Nə deyəcək, nə inəyəcək haqqı çatır. Bilirsən də, səni niyə çağırmışam? Daha doğrusu, niyə səni çağırmışam? Bəli. Niyə çağırdın? Çünki Umay xanım mənim mağazama gəlirdi. Mağazaya gələndə onu maşın vurub. Umay xanım niyə sənin mağazana gəlirdi? Bilmirəm. Necə bilmirsən? Zəng eləmsən, danışmısan, məkan atmısan. Soruşmadın, niyə gəlirsən? Ümumiyyətlə, sən kim, Umay kim? Sən mənim arvadımla niyə danışmalısan?
Mən ona deyə bilməzdim, niyə məni görmək istəyirsən. Mən bilmirəm atam niyə belə eləyib. Sizin tanış olduğunuz ərəfədə mən həbsdə olmuşam. Ona görə də mənim heç nədən xəbərim yoxdur. Həbsdə olmusan? Bəli. Sən nəyin üstə? Maşından adam vurmuşdu. Təsadüfən. Şəmsi mənə demişdi Laçın. Mən hər şeyi bilirdim. Şəmsi mənə heç nə deməyib. Xətir və dəyməsin Laçın. Mən sizin ailədən baş açmadım. Sənə bir yaxşı xəbər deyim. Əmin gəlib. Xoş gördüm. Demişəm Həmidəm. Sənan müəllim dayı hər şeyi bilir. Bax belə, Həmid kişi. Sənin boynun qadasını alım. Sən başqa olmuşsan. Görürsüz Sumay xanım, qapı bir tərəfdən bağlananda bir tərəfdən də açılır. Atanızı deyirəm, həmişə evində eşiyində olsun. Çox sağ ol Zeynəb. Nəsə istəyirsiniz, nəsə gətirim? Yox, çox sağ ol, heç nə lazım deyil. Buyur Laçın, keç. Keçmiş olsun ay qız. Sağ ol bacım. Hə Zeynəb. Elza xanım, Laçın gəldi, Aha. amma sənə müəllimlə birlikdə gəldilər. Necə Sənanla? Vallahi bir yerdə gəldilər. Sənan özü necə aparırdı? Əsəbi idi? Yox, ikisinin də keyfi yaxşı idi. Hələ qapını Sənan müəllim özü açdı. Laçını da içəri özü dəvət elədi. Elza xanım, Hə. bir də bilirsiniz kim gəlmişdi? Kim? Humayun dayısı. Şəmsi də gəlmişdi. Adını bilmədim. Mən onu sizin idarədə də görmüşdüm. Ərizə yazıb verdiyim kişi.
Bilmirdim, sən demə Humayun dayısıymış. Tanıdı səni? Bəli, görən kimi tanıdı. Tanıyır da tanısın da sən narahat olma. O dayı bizdə işləmir. Yaxşı Elza xanım, sağ olun. Gecəniz xeyrə qalsın. Ana. Ay ana. Ayca. Ata gəlib evdədir bildin. Yo, eşitməmişəm, yatmışdım. Ay ana, mənimlə söhbət elədi. Şəmsinin söhbətini. Nə dedi? Dedi, naxaq mənə deməmisiz. Bilsəydim Şəmsini 5 adamla döydürərdim. İçkili değildi. Yox, ayıq başa dedi. Şəmsini döydürdüyümüzü sən ona dedin. Yox. Bəs onda kim deyib? Laçın deyib, yoxsa Şəmsi? Bunu dəqiq bilmirəm. Məncə Şəmsi deyib. Çünki ata dedi ki, bu gün ofisdə Şəmsi mənim üzümə ağ olub. Qudurub da o, qudurub. Gərək ataya da deyərdik. O da bizim tərəfdədir. Heç ağlıma gəlməzdi. Əgər atam belə fikirləşirsə, deməli səhvi mən eləmişəm. Yaxşı eləyib belə başımı vurub partladıb. Elə bir maşın səsi gəldi axı. Ay Allah! Gəldiniz? Bəyəndin iş yerini? Bayaq gür gurulduyurdu. Evin yiyəsi gəlib. Özünə deyə bilərsən sözləri? Qardaşın apardı səni iş adı ilə, Şəmsi ilə görüşdürdü. Nə Şəms ay ana? Bacısını boşayan adamın tərəfini saxlayıb, anasının üzünə ağ olan övladdan hər şey gözləmək olar. Nə öz başına da eləyirsən hə bu evdə? Ölmüşəm mən. Nədir belə böyüyübsən? Daha ata-ana saymırsan? Nə tökü düşmüsünüz üstümə? Mən nə eləmişəm ki? Canına zar eləyirsən. Şəmsinin vəkili çıxırsan, ha? O hansı dərənin tülküsüdür ki, bizim evdə onun söhbəti gedir? Nə tərəf saxlayırsan? Kimin tərəfini saxlayırsan? Görürəm çox əzəbiləşmirsən. Bəlkə vurub mənim də başımı yarasan. Başını da yararam, gözünü də çıxardaram. Sən mənim oğlumsan, Şəmsinin yox. Sənin oğlunam deyə sözün düzünü deməməliyəm. Söz güləşdirirsən, qoduq. Yaxşı Adəm, sakit ol. Şəmsi ilə görüşüb, nə deyib onu arxayın salıbsan ki? Gəlib bugün ofisdə mənim üzümə qayıtdı. Düz eləyirsən ata. Düz eləyirəm, səhv eləyirəm. Nə məhkəmə qurursan burada? İtin qurdun ayağına verirsən bizi. İt qurd uçsa qızını niyə verirdin? Adəm, qurban olum sana Adəm. Sakit ol, uşaq deyil. Gəlin də bunu başa sal. Səhv eləmişik də. Əcila, sən səhv eləmirsən. Bunu sənə demişəm axı. Demişəm. Biz adam deyilik, səhv eləyə bilmərik. Nə baş qaxınca eləyirsən? Siz elədiyiniz səhv deyil. Nədir? Səhv bir dəfə olur. Siz toxtamırsınız axı, səhvin dalınla eləyirsiniz. Neynirik ki? Ağsaqqal kişisən. Utanmırsan sən ona deyirsən ki, mən heç kimi tanımıram. Əslindən, nəslindən üz döndərirsən. Haqq eləyirəm. Haqq eləyirsən.
Doğrudan dedin? Yoxsa heç səni acığa deyirsən? Sənə də aiddir bu söz. Atamla əli bir olub nə hoqqa tıxardırsınız, hə? İkinizə də sual verirəm. Mən sənin qabağında niyə qızarmalıyam? Niyə sizin yalanınıza şərik olmalıyam? Belə sualın var idisə əvvəldən soruşardın da. Gedib hər şeyi alt-üst eləyəndən sonra indi bu söhbətin nə mənası var ki? Niyə dedin ki, ay əcla, sən ki bizlə işləmisən axı? Niyə dedin? Qarnına nə ağrı düşdü ki, gedib dedin? Deyən ki, o qardaş məndən ötürü yoxdur. Deyən qardaşım qızımı qaynına almış.
Şəmalə. Nadir, uşaq yuxudan oyanan kimi saata baxıb qışqırdı ki, yarışa gecikirəm. Saat neçədədir yarış? Bakıda deyil yarış, avtobus məktəbdən götürüb Qəbələyə gedirlər. Bəs bunu axşamdan niyə deməmisiz? Məşqdən yorğun gəlmişdi, deyir yadımdan çıxıb. Yadımdan çıxıb onda getməsin. Nadir, ağlayıb özünü öldürür, gəl bunu apar. Bir taksi çağır, taksi ilə yolla. Qorxuram avtobusa çatmaya, özün apar, görsən avtobus çıxıb, zəng vur, apar dalınca çatdır. Başda nə problemsə? Yaxşı, hazırla gəlirəm. Xanım, eşitiz də, uşağı götürməliyəm. Üzürü sayında. Hara gedirsiniz? Xanım, dedim də sizə, uşağı götürməliyəm. Uşaq nədir, nə uşaq? Saxla maşını. Xanım, qurban olum, gecikir. Nə gecikir? Kim gecikir? Saxla maşını. Xanım, Allah haqqı gecikir. Satmasam avtobusun dalına getməliyəm. Saxla maşını. Sarı qoydum maşına, ataya deyərsən. İşə getmirsən ki? Sənə nə olub? Sən hara gedirsən ki, maşınsız gedirsən? Dağla gedəsən, kişi. Hə, qurban olun, nə olar, başqa yerə getmə. Qurban olum sənə, Laçın, incimə məndən. Mən axı səni tanıyıram. Sənin hissin həmişə ağlına qalib gəlib. Deməli, axşam danışdıqlarımın hamısı uçub gedib havaya. Qurban olum sənə, incimə məndən. Ehtiyat eləyirəm də, qorxuram. Ona görə deyirəm. Xəstəxanaya getməyəcəksən. Yox, dünən getdim də. Daha heç nədən narahat olm. Tək. Başqa nəsə sözüm var? Bir də sənə təşəkkür eləyirəm. Niyə? Axşam ata vuranda elə qorxdum ki, dedim birdən ona cavab qaytararsan. Yox. Mənim bir şəpalaq haqqım idi. Dünən elədiyim qələtə görə. Hələlik. Yaxşı yox. Sən Sənanın fikrini eləyirsən? Day olan olub, keçən keçib də. Danmaq olmaz. Amma ayaq da geri qoyma. Sənana nə dəxli var? Bizim qohumlarımızla əlaqəmiz var ya yoxdur? Düz demirəm? Axşam Laçın deyəndə qurudum, qaldım. Sonra fikirləşdim ki, sən düz deyirsən. Sənana nə dəxli var? Sənanla ki, münasibətdə mən aydan arı, sudan duruyam. Ay, sağ ol. Özüm də tələsməyəcəm. Qoy söhbəti özü açsın. Görüm özün nətər aparır. Pis salımdır. Sən belə fikirli olanda, mənim də canıma vəlvələ düşür. Ay qız, mən Sənanı fikirləşmirəm. Ta başqa nə var ki? Otur deyim. Az məni Həmidin fikrə aparmay, Allah elini düşsün. Həmid. Həmid söhbəti qutardı da, onu həll elədik də. Ağlına apam anam qurban, o cür gözəl plan fikirləşmişdin. Başa düşmüşsün. Ay qız, yadımdadır, o sənət götürüb
həbsxanaya yanına getmişdim ha. Bax, onda mənə dedi ki, sən onunla şərik olmusunuz, bu lap yaxşı. Biz nətər oldu ki, bir ilin içində sən belə varlandın. Mən də məcbur olub, o kürəkən söhbətini elədim. Bu ölmüş qaynına da belə demişdim, axı gərək söhbətim üst-üstə düşəydi. Başa düşdün? Demişsən, nəcib eləmişsən. Bu əlcıqlab qardaşım vaxtından pek çıxdı axı həbsxanadan. Axşam oğlun demədi, eşitmədi, qayıdıb. Çatmadı sənə? Yox, heç nə başa düşmədim. Firuzəm, Həmid sənan deyil, mənim qardaşımdır. Bəs sabah məndən soruşmazmı ki, sənin bu kürəkənin niyə bir üzə çıxmır, niyə gəlib getmir? Başa düşdü? Gərək bir kürəkən tapaq, çıxardaq üzə. Az hansı yalanımın üstü açıldı, açılsın. Lap biyabır olum, cəhənnəmə keyfiyyəcimə də deyil. Amma bu pulun mənbəyini gərək inandırıcı göstərək. Başa düşdün? Pulu Həmidə veriblər. Onun taleyindən də o maraqlanacaq. Başa düşdü. Laçın gedib işə. Eldarı oyadıbsan? Hə, oyatdım. Sən işə gedəcəksən? Az belədir. Qaçıb gizlənəsi deyiləm ki. Qaraqora işlərimiz yox. Üzümüz ağ, alnımız açıq. Gedəcəm də şəslə əl uzadıb salam da verəcəm. Allah köməyimiz olsun. Allah köməyimiz olsun. Leyla gedib. Hə. 8-ə işləyib. Niyə belə tez getdi? Şəmsi tez gəldi. Yox. Zeynəblə göndərdim. Şəmsiyə dedim, bugün gəlməz. Sən niyə qaşqabağı tökmüsən? Dünən əsəblərimi qaşıyıb, indi mənə sifət edirsən? Kim kimə sifət eləyir? Utanmadın, o boyda cəmaatın qabağında üstümə qışqırdın? Bəs sən utanmırsan, yoldaşım haqqında qaraqura şeylər fikirləşirsən? Fikirləşirəm, əccəb eləyirəm. Boş-boşuna fikirləşmirəm ki. Bacınam, birbaşa boynumun borcudur hər şeyə diqqət eləməyə. Dedikodu eləmədim ki, subutum da var. Dilimlə dedim, əlimlə də göstərdim. Telefonu da qoydum qabağına. Elza. Sən neynədin? Hə? Heç telefonu açıb baxmadın da. Arvadının ayıbını ört-bastır eləməkdənsə, əvəzində elə üstümə qışqırdın da. Nədir? Səhv deyir, hə? Arvadın yad kişi ilə danışıb. Görüş təyin eləyib. Ora gedirdi. Sən ha? Mən hikkəmdən boğuluram. Sən başa düşürsən, hə? Sən necə bütün bunlara sakit baxa bilirsən? Sən necə kişisən? Bir dəqiqə sakitləş, indi mən səni başa salaram. Necə sakitləşim, hə? Sən elə bilirsən ki, dünən axşam sən gələndə mən yatırdım. Xeyr, pəncərənin qabağında ayaq üstə dik qalmışdım. Səni görən kimi tez gedib işığı söndürdüm.
üz-üzə gəlməməkdən ötürü. Bilirdim ki, üz-üzə gəlsəm səsimi qaldıracağam. Dedim, yaxşı deyil. Leyla evdədir, yatıb. Səsimi eşidər, qorxar. Əsəbimdən gözlərimi səhərə qədər yuma bilməmişəm. Bir dəqiqə sakitləş, əyləş, əyləş. Elza, əyləş, indi mən sənə deyəcəm, əyləş. Bircə kəlmə söz deyəcəm. Şübhə qarışıq, bütün hirsin yoxa çıxacaq. De də, de. Laçın Humayun doğmaca əmsi oğludur. Bəli, doğmaca əmsi oğlu. Yəni Adəm Humayun əmsidir. Xəbərim var, Humay maşını harda vurub. Humay Laçından görüşə gedibmiş. Bu əməlin adı günahdır. Özdə bəraəti yoxdur. Sizin Laçınla görüşə getməyinizi Elzaya mən xəbər vermişdim. Dedi, əgər mən deyənlərlə razısansa, onda səni işə götürüm. Öz qızım yaşasın deyə ərini öldürən adamı. Saliton mağazalar şəbəkəsinin baş sponsorluğu ilə İmtina serialının 14-cü bölümü bitdi.